Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Jinpingin iştirakı ilə aprelin 23-də Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Əvvəlcə Prezident İlham Əliyev və sədr Si Jinping Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji əməkdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalayıblar. Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişi və Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar mina təmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair anlaşma memorandumunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Çinin Xarici İşlər Naziri Van Yi imzalayıblar. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqaviləni Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev və Çinin Xarici İşlər Naziri Van Yi imzalayıblar. Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında texniki iqtisadi əməkdaşlıq haqqında sazişi Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev və Çinin İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyinin direktoru Chen Xiaodong imzalayıblar. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protokolu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Çinin Elm və Texnologiya Naziri Yin Hecun imzalayıblar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Çinin Ədliyyə Naziri Xron imzalayıblar. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında protokolu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Çinin Mədəniyyət və Turizm Naziri Sun Yeli imzalayıblar. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında anlaşma memorandumunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Çinin Milli Əqli Mülkiyyət Administrasiyasının rəhbəri Shen Chanyu imzalayıblar. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədləri üçün istifadə haqqında anlaşma memorandumunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və Çin Milli Kosmik İdarəsinin rəhbəri Şan Conde imzalayıblar. Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında anlaşma memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və Çinin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Can Jenson imzalayıblar. Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında bir kəmər, bir yol təşəbbüsünün birgə təşviqi üzrə əməkdaşlıq planını Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Jen Shantiye imzalayıblar. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair anlaşma memorandumunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Jen Shantiye imzalayıblar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın İqtisadiyyat Naziri Mikhail Cabbarov və Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi Lıçen imzalayıblar. Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında sazişi Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və Çinin Nəqliyyat Naziri Liu Wei imzalayıblar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə iki tərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair anlaşma memorandumunu və Azərbaycan Respublikasının İqtisadiyyat Naziri ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında anlaşma memorandumunu Azərbaycanın İqtisadiyyat Naziri Mikhail Cabbarov və Çinin Kommersiya Naziri Van Wentao imzalayıblar. Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqaviləni Azərbaycanın Çindəki səfiri Bünyat Hüseynov və Çinin Sinxua İnformasiya Agentliyinin prezidenti Fu Hua imzalayıblar.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrup arasında əməkdaşlıq sazişini Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çin Media Qrupunun prezidenti Şen Haysyon imzalayıblar. Azərbaycan Respublikasının İqtisadiyyat Naziri ilə Çin Xalq Respublikasının Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumunu Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Liu Liehun imzalayıblar. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar rayonunun Urumçi şəhər arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasına dair niyyət məktubunu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzalayıblar.